Salam əziz tamaşaçılar. Bugünkü verilişimizin mövzusu çox maraqlıdır. Süni intellekt və qonaqlarımız da çox maraqlıdır. Bugün qonaqlarımızla ətraflı danışacağıq. Deməli, Nihat Abdullayev və Ləman xanım Əliyeva sizi salamlayıram. Nihat bəy Azərconnect şirkətlər qrupunun aparıcı süni intellekt mühəndisi və Samsam həmtəsisçisi və Ləman xanım süni intellekt hub'ının həmtəsisçisi dedim. İndi yavaş-yavaş keçək artıq sizin əsas məşğuliyyətinizə, proyektinizdən biraz danışardınız. Hər ikimizə də bu sual. Təşəkkür edirəm. İlk öncə mən də tamaşaçılarımızı, hər kəsi salamlayıram. Təşəkkür edirik dəvətiniz üçün. İlk öncə bundan başlamaq lazımdır ki, doğru qeyd etdiyiniz üzrə biz süni intellektlə məşğuluq. Süni intellektdə həm mühəndis fəaliyyəti ilə, eyni zamanda akademik araşdırma fəaliyyəti ilə məşğuluq. Və fəaliyyətimizin bir hissəsini elmi akademik məqalələr təşkil edir. Burada yerli və beynəlxalq jurnallarda, dünyaca məşhur reputasiyaya malik olan konfranslarda təqdim etdiyimiz elmi məqalələr, digər hissəsi isə startap və korporativ fəaliyyət təşkil edir. Və süni intellekt vasitəsilə biz həm Azərconnect şirkətlər qrupunda, eyni zamanda həm təşkiçisi olduğumuz startap, Samsam ağıllı oyuncaq startapı vasitəsilə xalqa, millətə necə deyərlər, süni intellektlə bir dəyər yaratmaq və onlara fayda verə biləcək texnologiyalar üzərində çalışmaqdır. Və elə bunların nümunələrindən biri də Samsam ağıllı oyuncağıdır. Samsam startapında bizim əsas missiyamız uşaq yaşlarından uşaqların hər daim üzərində düşündüyü bir çox suallar olur. Belə deyək, məsələn, səma niyə mavidir, otlar niyə yaşıldır, balıqlar tərləyirmi və s. bu kimi suallar. Və əslində biz düşünsək, bu suallar o qədər də sadə suallar deyil. Və hər birimiz uşaq olduğumuz zaman bu cür suallarla ağlımıza gəlib, rastlaşmışıq və s. və bunu bir çox hallarda uşaqlar valideynlərinə sual edirlər. Lakin bu suallara cavab tapmaq hər daim bir o qədər asan olmur. Və süni intellektlə təchiz olunmuş Samsam ağıllı oyuncağının əsas məqsədi uşaqlara erkən yaşlarından bu cür suallara cavab vermək, onlara canlı ensiklopediya rolunu oynamaq və valideynlər üçün ağıllı bir monitorinq sistemi düzəltməkdir ki, oyuncağın fiziki şəkildə təchiz olunmuş oyuncağın interfeysi vasitəsilə valideynlər oyuncağın interaksiyalarına nəzarət edə bilsinlər, uşaqların verdiyi suallar, uşaqların həftəlik əsas mövzuları, qayğıları və digər problemlərlə yaxından tanış ola bilsinlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Samsam texnologiyamıza bu yaxınlarda patent alma fürsəti də əldə etmişik Əqli Mülkiyyət Agentliyi vasitəsilə və hazırda beynəlxalq patent üzrə müraciətimizi irəli sürmüşük. İlkin olaraq bu qədər. Bizim üzərində çalışdığımız patentə malik olan daha bir layihə var. Ləman xanım yəqin ki, onu təqdim edər. Buyurun Ləman xanım, siz də işləyək. Bəli, biz hər hansısa bir texnologiya yarananda biz cəmiyyəti düşünürük və insanlara xeyir gətirmək, vermək biz əsas məqsəd qoymuş özümüzə. Bununla belə biz artıq 15 minə insana çatan bir texnologiya üzərində işləmişik və 11 fərqli ölkədə belə deyim təqdim olunub bizim texnologiyalarımız. Ağlı eynəklərlə bağlı bizim ixtiramız süni intellektlə ətraf mühiti avtomatik təsvir edən bir cihazdır, bir eynəkdir. İxtiramız görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulub və onların belə deyim gündəlik həyatlarında belə deyim dəstək olur. Nə maraqlı. Və burada əgər icazə versəz mən bir əlavədə qeyd edeyim ki, bu texnologiyanın əsas verdiyi üstünlük görmə qüsurlu olan insanlar bilirsiniz ki, ətraf mühitə çıxdıqları zaman onlar fərqli texnologiyalardan istifadə edə bilirlər. Burada belə deyək, çubuq nəzərdə tutulub onlar üçün, onlar ətraf mühiti hiss edə bilsinlər. Lakin bizim təchiz etdiyimiz eynəkdə səs vasitəsilə, qulağa ötürməklə ətrafda baş verən maneələri real zamanda ağıllı kamera var orada. Yəni bunu ağıllı eləyən, süni intellekt əsaslı eləyən texnologiya ilə bu kameranın ağıllı olması ətraf mühitdəki təhlükələri əvvəlcədən müəyyən eləyərək onların birbaşa qulaqlarına səs vasitəsilə ötürməni təmin etməkdir. Və Ləman xanım da qeyd elədiyi üzrə bu bizim ilk proyektimiz deyil. Bundan əvvəl 11-dən artıq ölkədə 15 mindən artıq insana auditoriyaya çıxa bilən texnologiyalar, xüsusən bu süni intellekt texnologiyaları üzərində olan fəaliyyətimizə görə biz 2025-ci ildə cənab prezidentimiz tərəfindən innovasiya və sahibkarlıq üzrə Gənclər mükafatı ilə təltif olunmuşuq. Nə gözəl. Gec də olsa təbrik edirəm. Estağfurullah, çox sağ olun, təşəkkürlər və çalışırıq ki, bundan sonra da elə süni intellekt texnologiyaları vasitəsilə daha çox yenilik və innovasiyalar ölkəmizə gətirməyə. Çox maraqlıdır. Siz dediniz ki, eşitmə problemi olan insanlar üçün belə deyək də, elədiyiniz cihazla görmə, üzr istəyirəm. Daha belə çıxır ki, daha çox tibb sferasında çalışırsınız, yəni ki, insan üçün lazım olan nələrsə ixtiras eləməyə, yoxsa
Burada belə demək lazımdır ki, əslində süni intellekt texnologiya olaraq bir çox sferaya tətbiq olunma gücünə malikdir. Amma siz işlədiyiniz? Bizim işlədiyimiz texnologiyalar belə deyək, ağıllı eynək tibbi sfera təbii ki, daha çox healthcare sektoruna dəlalət eləyir. Lakin məsələn, ağıllı oyuncaq sırf uşaqlar üçün nəzərdə tutulmuşdur. Bizim əslində üzərində işlədiyimiz sektorlar tipindən və əhəmiyyətindən asılı olaraq dəyişir. Yəni və bizim həmin mövzuda nə qədər belə deyək, məlumatlıyıq. Biz həmin sektordan onu təbii ki, biz healthcare mövzusunda ekspert ola bilmərik, digər mövzularda ekspert ola bilmərik. Biz süni intellektlə məşğuluq. Ona görə digər sektorlardan uyğun mütəxəssisləri taparaq biz onlarla əməkdaşlıq çərçivəsində bu texnologiyalar üzərində işləməyə çalışırıq. Mən onu soruşmaq istirdim ki, yəqin ki, araşdırmaların nəticələrini yığıb, yəni necə bu funksiya sizdə baş verir, bu proses necə baş verir? Yəni ki, məsəl üçün eynəyi eləyirsiniz də, təbii ki, onu alimlərlə danışırsınız, üzr istəyirəm, həkimlərlə danışırsınız, bütün informasiyanı yığıb nəyəsə maraqlı bir şeyi ortaya gətirirsiniz. Heç şübhəsiz. Ümumilikdə burada elə süni intellektdən danışanda və eyni zamanda həmin bir sahəyə tətbiqindən danışanda başa düşmək lazımdır ki, həm həmin sahə üzrə, həm də süni intellekt üzrə bir çox risklər mövcuddur və sahəsindən asılı olmayaraq süni intellekt texnologiyaları bir sahəyə daxil olduğu zaman burada potensial riskləri və potensial benefitləri onu biz keçəcəyik. O bizim hələ sualımızdır. Onu ətraflı müzakirə eləyəcəyik. Mən Ləman xanıma da bu sualı vermək istəyirəm. Siz işlədiyiniz sfera daha doğrusu hansı sfera üstündə daha çox çalışırsınız? Sizdə də mi tibdir yoxsa? Bizdə düşünürəm həm Nihatda, həm bizdə biz daha çox applied AI deyirlər ona, tətbiq olunan süni intellektlə məşğuluq. Yəni biz cəmiyyətdə hər hansısa bir problem görəndə onu düşünürük ki, biz onu süni intellektlə və qabaqcıl texnologiyalarla necə həll edə bilərik. Tip də sadəcə bunun bir hissəsidir. Biz süni intellekti tibbə də belə deyim, tibbdə də istifadə etmişik. Təhsil sferasında da, təhsilin adaptivliyində, sonra enerji sahəsində də istifadə edilir. Ekologiya belə. Çox gözəl. Lazımlı sferalar belə, ən lazımlı sferalar. Ümumiyyətlə tamaşaçılarımız üçün də maraqlı olardı ki, bu hər hansı bir informasiyanı axtardığımız zaman bu proses necə baş verir? Məsəl üçün, necə bir sual veririk, məsəl üçün də. O bütün internetdə olan informasiyalar yığılıb bizə göstərilirmi, yoxsa cavabları özü tətbiq edilir? Nəyin üstündə əsaslanaraq biz ChatGPT məsəl üçün hər hansı bir süni intellekt proqramından istifadə edəndə biz o informasiyanı bizə necə əldə edirik? Prinsip nədir? O əslində belə deyim, məsəl GPT desəz, o GPT-nin də bir databazası var, o databaza üzərində qurulub. Siz misal üçün eynək qurursunuzsa, onun da bir fərqli bir databazası var ki, görmə məhdudiyyətləri insanlar üçün, misal üçün ətraf mühiti təsvir etsin. Bəli. Yəni bu düşünürəm bir applicationdan asılıdır, tətbiqdən asılıdır ki, o tətbiqə əsasən biz dataları yığırıq və artıq süni intellekt modelinə veririk və süni intellekt modeli beyin kimi düşünə bilərsiniz, onu avtomatlaşmış bir prosesdir də burada. Siz də elə fikirləşirsiniz də yəqin ki. Bəli, heç şübhəsiz. Burada qeyd etmək lazımdır ki, əslində süni intellektdəki trendə baxanda biz ilk növbədə böyük dil modelləri populyarlaşmışdı. ChatGPT-nin ilkin versiyası da sadəcə olaraq Ləman xanım da qeyd elədiyi üzrə burada biz neyron şəbəkə kimi düşünürük bunu. Neyron şəbəkə sözü elə bizim beynimizdən gəlir. Çünki beyin özü neyron şəbəkədən ibarətdir. Neyronlar birlikdə informasiyanı proses eləyirlər, emal eləyirlər və faydalı nəticə ortaya çıxarda bilirlər. Və süni intellektin də yaratdığı süni neyron şəbəkə oxşar strukturda işləyir. Bunun fərqli arxitekturalarında texniki detallara girmək olar. Sadəcə olaraq ChatGPT-nin ilkin versiyası da onun öz məlumat bazasında olan informasiyaları emal eləyərək insanlara çatdırmaq idi. Amma bugünkü dövrümüzdə artıq agentic AI, yəni AI süni intellekt agentlərinin populyarlaşdığı bir dövrdə biz görə bilirik ki, bu böyük dil modelləri artıq assistantlara, şəxsi assistantlara keçid edib. Sanki biz artıq süni intellekti öz şəxsi assistantımız olaraq istifadə edə bilirik. Bu o deməkdir ki, bu həm öz bazasında olan məlumatlara, eyni zamanda real zamandakı internetdə olan məlumatlara artıq bunun bir çıxışı var. Və biz sual verdiyimiz zaman bir çox mənbədən məlumatı araşdıraraq emal edib bizə ən necə deyirlər, trustable, yəni etibar edə biləcəyimiz source-u və məlumatın özünü gətirmə gücünə malikdir.
Və biz texnologiyadakı trendlərə də baxanda bir məşhur nümunə var. Deyir 30 il əvvələ baxdıqda biz görürük ki, demək olar ki, heç bir digital kontent yox idi və insanlar hardan nəyə oxuyacaqlarını bilmirdilər. Bu gün isə həddindən artıq digital kontent var internetdə və insanlar yenə də hardan nəyə oxuyacaqlarını bilmirlər, çünki informasiya həddən artıq çoxdur. Və burada süni intellekt enjinlərinin əsas verdiyi üstünlük odur ki, o bizim əvəzimizə bir çox source-dan, bir çox fərqli informasiyanı oxuyaraq onları ümumiləşdirə və yekun konspekti bizə çıxarda bilir. Və beləliklə biz həm vaxtımıza qənaət eləmiş oluruq, həm də süni intellektin üstünlüklərindən istifadə eləməyi bacarmış oluruq. Çox maraqlıdır. Biz artıq sizin fikrinizə keçəcəyik. Yəni o risk məsələsi gəlib çatdıq nəhayət ki. Yəni bu qədər insanın məsəl üçün eləyə biləcəyi işləri süni intellekt görəndən sonra insan əziyyətinə, ümumiyyətlə insana tələbat qalacaqmı hər hansı bir professiyalarda? Məsəl üçün biz bilirik ki, artıq robot taksilər var, orada sürücü yoxdur. Demək olar ki, hər şeyə fotoqraf, yəni fotoqraflarımızın xəritməyə dəyməsin, amma elə proqramlar, elə şəkillər verirlər ki, artıq heç bir studiya, bəlkə də fotostudiya onları vermir. Yəni ki, bunların riskləri varmı, yoxsa əksinə proqresə doğru gedir? Ümumilikdə süni intellektdən danışanda biz başa düşməliyik ki, təşəkkür edirəm burada sual üçün. Bu çox belə deyək də çox düşündürücü və hər kəsin elə haqqında danışdığı bir sualdır. Heç şübhəsiz burada qeyd etmək lazımdır ki, süni intellektin riskləri varmı? Var. Amma belə deyək, bunu da başa düşmək lazımdır ki, biz süni intellekt texnologiyalarından danışanda həmişə belə deyək, bunun bir analogiyası olaraq, məşhur Hararinin bir analogiyası var ki, insanlar digər canlılar üzərində necə dominasiya eləməyi bacarırsa, süni intellektin insanlar üzərində dominasiyasını oxşar bir analogiya ilə əsaslandıra bilərik. İnsanların digər belə deyək, biz meymunu və bir insanı bir adaya atdığımız zaman hər daim meymunun həyatda qalma şansı daha çoxdur. Çünki meymun təbiətə daha çox öyrəşib, o təbii seçməyə daha çox artıq alışıb belə deyək, o cəngəllik həyatında daha uğurlu ola bilər. Amma necə olur ki, biz insanlar olaraq bütün canlı varlıqlar üzərində bir dominasiya qurmuş oluruq. Çünki insanları digər canlı varlıqlardan fərqləndirən iki xüsusiyyət var. Kollektiv və flexible həyat tərzi və qərar vermə bacarığı. Yəni insanlar bir şeyi birlikdə eləyirlər və real problem gəldiyi zaman fərqli qərar vermə bacarığına malikdirlər. Bir çox heyvanlarda bunun, məsələn, şimpanzelərdə real zamanda qərar dəyişmə funksionallığı var, amma böyük dəstələrlə hərəkət eləmə funksionallığı yoxdur. Və yaxud arılarda dəstələrlə hərəkət eləmə funksiyası var, amma problem çıxdığı zaman ağıllı, intellekt əsaslı qərar vermə bacarığı yoxdur. İnsanlar yeganə varlıqlardır ki, bu ikisini özlərində birləşdirməyi bacarıblar. Və biz indi baxmalıyıq ki, süni intellekt həm kollektiv, həm də flexible qərarları birlikdə verə bilirmi? Burada biz baxa bilirik ki, artıq LLM-lər, böyük dil modelləri kifayət qədər flexible qərarlar vermə gücünə malikdir. Bunu məsələn siz özünüz OpenAI şirkətinin ChatGPT texnologiyasında görmüş olarsınız. Ki, məsələn, siz nəsə verirsiniz, deyirsiniz ki, mənim xoşuma gəlmədi, bunu dəyiş. Bu real zamanda fərqli qərar verə bilərək artıq öz yazısına bir düzəliş edir və alternativ bir material sizə təqdim edir. Eyni zamanda multi-agentlər var hazırda artıq və bir neçə süni intellekt agenti birlikdə işləyərək bir çox prosesi avtomatlaşdıra bilir. Artıq biz görə bilirik ki, süni intellekt də iki fərqli bu insanlara məxsus olan funksiyalığı özündə birləşdirə bilib. Və buradan yola çıxaraq deyə bilərikmi ki, bu insan qədər belə deyək də dominasiya bacarığına malik olan bir texnologiyadır və cavab budur ki, bəli. Yəni bunun belə bir potensialı var. İndi bu istiqamətdə insan bəs bu prosesin hansı nöqtəsində olacaq? Burada başa düşmək lazımdır ki, indiki dövrdə insanların hər kəsin gələcəklə bağlı qayğıları digər nəsillərlə müqayisədə belə deyək, Z nəsli sayılır hazırki gənclər. Və Z nəslinin gələcəklə bağlı qayğıları digər nəsillərlə müqayisədə daha çoxdur. Çünki artıq biz daha çox fikirləşirik ki, gələcəkdə süni intellekt işləri əlimizdən ala biləcəyimi, bilməyəcəyimi, artıq bu suallar hər kəsi daha çox düşündürür. Çünki industriyaya baxdığımız zaman hər daim o peşələrin, o industrial revolution deyirlər də, sənaye inqilabları. Sənaye inqilablarının bir-birini əvəzləməsi zamanı biz görə bilirik ki, hər daim insanın yeni peşəni öyrənməyə vaxtı var. Ki, artıq məsələn buxar maşını digər maşından əvəz olunur. Amma süni intellektin inqilabı dövründə artıq bu vaxt kifayət qədər daralır. Və biz hazırda fokuslanmalıyıq ki, gələcəkdə biz peşəmizin daha vacib necə eləyə bilərik? Əsasən burada analitik düşünmə və sosial bacarıqlar araya girir. Əslində Ləman xanım da sosial bacarıqlarla bağlı, onların əhəmiyyəti ilə bağlı daha çox vurğulaya bilər. Burada başa düşmək lazımdır ki, gələcəkdə insanları digər texnologiyalardan fərqləndirən ən vacib xüsusiyyətlərdən biri onların sosial bacarıqları olacaq. Ki, biz ətraf mühitdə necə perceptionumuz yaranır və digər insanlarla necə kommunikasiyada oluruq? Çünki insan sosial varlıq olduğu üçün onlara hər daim kommunikasiya lazımdır. Düşünürəm, əgər etiraz eləmirsə, Ləman xanım da sosial bacarıqlarla. Mən sualı Ləman xanıma vermək istəyirəm. Ləman xanım, siz nə fikirləşirsiniz? Risklər nə qədər böyükdür ümumiyyətlə bu süni intellektdə? Misal üçün, ən çox verilən sual ondan ibarət olur ki, insanlarla bəs nə olacaq? İnsanların düşünmə qabiliyyəti ilə və s. bağlı.
Bəs məsəl üçün insanların işi nə olacaq? Süni intellekt bir çox işləri görürsə. Məsələ ondan ibarətdir ki, məsəl üçün kalkulyator icad olunanda biraz məktəblərdə müəllimlər deyirdilər ki, kalkulyatordan istifadə etməyin. Sonra Google və s. internet elə olanda, kompüterlər icad olunanda deyirdilər ki, bəs kompüter gəlib biz niyə lazımıq? Bir çox taskları onlar məsəl üçün görür, artıq kompüter görür. İndi də hazırda süni intellekt gəlir və insanlar yenə də eyni sualı verir ki, bəs indi bizlə nə olacaq? Yenə də bizim işlərimizi əldə alacaqmı ya yox? Düşünürəm ki, yəni fikrimcə süni intellekt sadəcə insanların intellekt nə olduğunu, insanların işlərini biraz fərqli istiqamətdə salacaq. Məsəl üçün hazırda məktəblərdə məsəl üçün bir müstəqil bir sualını verməyəcəklər, daha analitik və daha dərin suallar verəcəklər və insanlar artıq işin avtomatlaşdırılmış hissəsinə yox, daha çox onun analitik sahəsinə belə deyim, fikir verəcəklər. Baxın, belə bir sual yaranır məndə. Biz artıq yavaş-yavaş vərdiş oluruq ki, beynimizi ümumiyyətlə çalışdırmayaq, məsəl üçün. Əksəriyyətindən danışaq. Danışdığımız ChatGPT-ni məsəl üçün onu biz müzakirə eləsək. Bunun niyə mən risklərdən soruşuram? Gələcək nəsillər intellektual səviyyədən daha aşağı intellektual səviyyəyə malik ola bilər məhz bu səbəblərdən. Çünki beyin yavaş-yavaş artıq az işləməyə başlayır. Bilirsiniz ki, müəyyən fizioloji dəyişikliklər də artıq DNK ilə keçir. Yəni ki, bir uşağın anası, atası artıq intellektual səviyyədən aşağı oldusa, beyni yaxşı çalışmırsa, o uşaq da yəqin ki, elə yetişəcək, elə böyüyəcək də. Yəqin ki, belə bir risk var. Mən fizioloji tərəfindən danışıram. Baxın, indi biz texnologiyaları yenə müzakirə eləyəcəyik, amma insan beyninin çalışmasına faydalıdır, yoxsa əksinə yenə də bu da riskdir. Bax, bu tərəfi. Burada belə bir şey qeyd etmək lazımdır. Yenə də biz baxsaq nəsillərin bir-birini əvəz eləməsinə. Məsələn, hazırki millenium nəsli demək olar ki, o uşaq vaxtında onların dövrlərində çox böyük bir texnologiyalar olmayıb. Onlar böyük bir texnologiya ilə böyüməyiblər. Və dövrümüzə gəldikdə yavaş-yavaş artıq Z nəslinə yaxınlaşdıqda görürük ki, Z nəsli də iPad-lərlə böyüməyib. Televizorlarla böyüyüb, belə deyək. Bizdən sonra gələn nəsil alfa nəsli iPad-lərlə böyüyüb və hazırda 2025-ci ildən etibarən beta nəsli başlayır. Bunlar isə süni intellektlə böyüyən uşaqlardır. Biz hər daim başa düşmək lazımdır ki, bu belə bir qanundur ki, hər sonrakı nəsil özündən əvvəlki nəsildən daha ağıllıdır. Çünki təkamül prosesi gedir. İnsanlar daha çox öyrənirlər və zamaniyə daha çox adaptasiya ola bilirlər. Və burada mən deməzdim ki, süni intellekt insanları belə deyək tənbəlləşdirir, onları biraz belə deyək daha az işləməyə məcbur eləyir. Ola bilsin ki, daha az işləməyə məcbur eləyir. Amma bu onların belə deyək də böyüyəcəyi atmosferin tələbinə uyğundur. Çünki zamanə də dəyişir də belə deyək. Artıq biz 1900-cü illərdəki insanların gündəlik həyat tərzini bugünkü həyat tərzi ilə proyeksiya edəndə çox böyük fərqlər görürük. 2000-ci illərin insanı 1900-cü illərin insanlarına nisbətən daha azmı işləyir? Doğrudur, daha az fiziki əmək tələb edən peşələr də artıq bu günləri formalaşıb. Amma daha azmı cəmiyyət qabağa gedir? Xeyr. Daha çox baxa bilirik ki, biz 1900-cü illərin özünə uyğun tələbatları var. Orada kimsə nə isə daşımalıdır. Bugün onu robot eləyirdi. Artıq insanlar daha high level məsələlərlə məşğuldular və cəmiyyətin inkişaf prosesi də sürətlənir. Yəni təkamül və süni intellekt texnologiyaları birləşərək insanların həyat tərzini dəyişdirir. Və bu həyat tərzinin dəyişmə prosesi bu arada kifayət qədər sürətli gedir. Çünki biz baxa bilirik ki, insanlar olaraq biz 30 yaşında bir insan gəlib əgər nəsə bağlı qərar verirsə, bu onun 30 illik təcrübəsinin nəticəsi deyil. Onların biz genlər daşıyırıq da belə deyək əcdadlardan. Və bu 100 min illər ərzində formalaşmış genlərdir. Süni intellekt isə sıfırdan başlayaraq demək olar ki, son 4-5 il ərzində gəlib artıq 155 IQ səviyyəsinə çatıb. Və artıq biz növbəti 4 il ərzində onun IQ səviyyəsini təxmin eləməyə çalışanda görə bilirik ki, burada çox ağıllı bir intellekt modelindən söhbət gedir. Və bu ağıllı intellekt modeli insanlara dəstək göstərərək onların həyat tərzini kökündən dəyişdirmə gücünə malikdir. Bu risklidirmi? Daha çox riskdən biz burada danışarkən insanların həyat tərzinin dəyişməsi həmişə insanlar üçün riskdir. Çünki dəyişiklik risk deməkdir. Amma bu dəyişiklik mənfi istiqamətdə mi olacaq? Mən hesab edirəm ki, bu subyektiv məsələdir. Mən hesab edirəm ki, insanların həyat tərzində sadəcə olaraq shifting prosesi baş verəcək. Əvvəlki peşələr
ləğv olacaqmı? Ola bilər ləğv olacaq, amma bu yeni peşələrin yaranmayacağı mənasına gəlmir. Çünki hər daim bu cür olub. Köhnə peşələr sıradan çıxdıqca yeni peşələr yaranıb və artıq dəyişikliklər yeni peşələrin yaranması və daha çox analitik bacarıqların ortaya çıxması ilə üzə çıxır. Yəni bir qədər adaptasiya olmalı, bacarmalıyıq da biz, necə deyirlər, bacarmalıyıq. Çünki başqa yolumuz yoxdur. Bəli, elə deyil. Ləman xanım, baxın, çox maraqlı mən bir fikir eşitdim bu yaxınlarda ki, o qədər süni intellekt bizim həyatımıza daxil olub ki və artıq insanlar o qədər bu düşünmə qabiliyyətini demək olar ki, itirmək səviyyəsindədir ki, bəlkə də gələcəkdə artıq Mozartlar, Chopinlər, Leonardo da Vinci'lər artıq olmayacaq. Çünki biz artıq fikirləşmək istəmirik. Biz ancaq süni intellektə hər sahədə müraciət etmək istəyirik. Yəni ki, siz də fikirləşirsiniz. Bu risklərdən danışanda məsəl üçün də. Düşünürəm, fikirləşmək istəmirik tam olaraq elə deyil. Fərqli cür düşünməyə bacarmalıyıq və fərqli cür düşünürük artıq. Məsəl üçün biz düşünmürük, biz məsələni necə həll edək, biz düşünə bilərik ki, məsələni necə optimal şəkildə həll edək və daha yaxşı həll edək. Yəni də onun məsəl üçün məqsədlərlə də bağlıdır. Məsəl üçün deyim, hazırda bilirsiniz ki, ChatGPT və digər süni intellekt modelləri artıq kod yaza bilir. Artıq proqramlaşdırma sahəsində bir neçə məsələləri həll edə bilir. Amma siz gələcəkdə düşünsəz, məsəl üçün kvant hesablamalarını edə bilmir. Tamam, onda biz artıq insanlar olaraq, cəmiyyət olaraq yeni texnologiyalar, yeni problemlər üzərində işləyirik və yeni fikirlər üzərində işləməli oluruq. Hansı ki, süni intellekt artıq bunu edə bilmir. İndi o tərəfinə də biz qayıdacağıq, mənəvi tərəfinə belə deyək. Mənə maraqlıdır ki, sizin üçün, məsəl üçün, süni intellekt üstündə yaradılmış ən ideal proyekt hansıdır? Ümumiyyətlə, bizim proyekt ola bilər, dünya proyekti ola bilər və niyə? Varmı belə bir proyekt ki, bu wow-dur sizin üçün, bu möhtəşəm bir şeydir, elə bir proyekt, elə bir proqram bəlkə? İcazə verirsinizsə, mən bu arada fikrimi bölüşüm. Açığı burada qeyd etmək lazımdır ki, süni intellektin bu günləri çatdığı səviyyə belədir ki, burada biz spesifik olaraq hansısa proyekti götürüb bu proyekt ən ideal proyekti deyə bilmirik. Çünki hər bir süni intellekt proyekti fərqli istiqamətlər üzrə avtomatlaşdırma, optimallaşdırma təmin edə bilir. Amma bununla da razılaşmaq lazımdır ki, bu gedən inkişaf prosesi üzərində bir kontrol mexanizmi nəzərdə tutulmalıdır. Yəni ümumilikdə süni intellektdəki inkişaf bir çox yerlərdə, fərqli universitetlərin araşdırma mərkəzlərində və fərqli şirkətlər tərəfindən müəyyən səviyyələrdə aparılır. Amma proses ümumilikdə desentralize şəkildə gedir. Yəni biz burada bir texnologiya digərləri üzərində hegemonluq qurmuyub. Hər biri ayrı-ayrılıqda öz istiqaməti üzrə ən yaxşısıdır. Məsələn, biz burada başa düşə bilərik ki, bir çox testlərin nəticəsinə görə tutaq ki, Çinlilərin bu yaxında buraxdığı DeepSeek modeli kodlaşdırma üzrə ən yaxşı performans göstərir. Tutaq ki, ChatGPT bizim gündəlik fayl formatları ilə işləmə istiqamətində yaxşı nəticə göstərir və s. Yəni bu cür. Və burada gələcəyi necə görmək olar? Burada biz başa düşə bilirik ki, gələcəkdə artıq bir neçə foundational model deyirlər buna, süni intellektdə. Foundational modellər formalaşacaq. Bunlar hər biri fərqli istiqamətlər üzrə ən yaxşı performansa malik olan modellər olacaq və bunlar üzərində bir regulation gələcək, təhlükəsizlik və digər parametrlər üçün. Və artıq digər applikasiyalar bir neçə model olacaq və onların üzərində düzələcək. Yəni inkişaf körtəbii şəkildə gedə bilməz. Yəni hər kəs nəsə düzəldir, yəni bu cür olmamalıdır. Çünki burada artıq süni intellekt texnologiyasından danışırıq, biz özü düşünə bilən sistemdən danışırıq və bunun üzərinə bir unified protokollar gəlməlidir və ümumiləşdirilmiş bir nəzarət mexanizmi gəlməlidir. Və bu foundational modellər üzərində digər modellər düzələcəklər. Ona görə bu dəqiqə çıxıb hansısa model digərlərini ən çox üstəlir və yaxud da ən yaxşısıdır demək çox çətindir. Bu fərqli taska baxır, fərqli spesifikasiyaya baxır. Yəni hər bir istiqamət üzrə ayrı-ayrı modellərdir. Yəni bir proyekt belə bir hər tərəfdən ideal belə bir şey yoxdur fikrinizdə, hə? Çox təəssüf. Sizdə necə Ləman xanım, sizdə də elə yoxdur, hə? Əslində subyektiv fikirdir. Amma düşünürəm ki, ChatGPT proyekti düşünürəm mən üstündür. Niyə görə? Çünki biz baxırıq ki, GPT-dən əvvəl də bir çox AI modelləri var idi. Amma GPT-də gələndən sonra artıq şirkətlər başa düşdülər ki, süni intellektin əhəmiyyətini başa düşdülər və bir çox şirkət düşündü ki, bunu öz sahələrini necə tətbiq etsin və insanlara da ayrı çətin oldu. Artıq görürük ki, bizim nənələrimiz də süni intellektdən istifadə edir. Bəli. Maraqlısı da odur ki, baxın, mən artıq bu məsələnin biraz mənəvi tərəfinə, psixoloji tərəfinə keçmək istəyirəm. Bir qədər asılılıq yaradır bəzilərində.
Bəli, asılılıq, çünki artıq heç nəyi özləri fikirləşmək istəmir. Ümumiyyətlə fikirləşmək istəmir. Texniki sualları başa düşdük, nəyisə dəqiq informasiyasını almaq istəyir. Onu da ki, ChatGPT-dən danışırıqsa, yığır internetdə olan informasiyanı, mən Lora dillə danışıram tamaşaçılarımız üçün, təqdim edib bunu başa düşdük. Amma psixoloji suallar verirlər çoxları, məsəl üçün. Nə qədər bu psixoloji suallarda mənəvi tərəfi müzakirə eləsək, ChatGPT-yə müraciət eləmək düzgündür, çünki burada da individual yanaşma yoxdur. Bu da standart hardansa yığılmış informasiyalardır. Yoxsa psixoloqu əvəz edə bilər artıq ChatGPT. Gəlin burada belə yanaşaq mövzuya. Belə başa düşmək lazımdır ki, biz ümumilikdə fərqli hisslər haqqında danışanda, qorxu, sevinc, təəccüblənmə, kədərlənmə və s. fərqli hisslər var ki, insanların həqiqətən də bir mənəvi aurasını formalaşdırır da belə deyək. Bu hisslər izahlara tökülə bilirsə, bunlar imitasiya oluna bilirsə, süni intellekt də bunları asanlıqla imitasiya edə bilər. Çünki məsələn, biz adicə götürə bilərik qorxu hissini. Qorxu hissi bir insanın hazırki vəziyyətinin bundan sonra olacağı vəziyyətdən belə deyək daha üstün olacağı haldır. Yəni digər tərəfdən yaxınlaşsaq, bir neçə saniyə sonra siz daha pis hiss eləyəcəksiniz özünüzü. Artıq burada bizdə qorxu baş verir. Yəni biz hər daim belə deyək, insanlar yıxılmaq, düşmək istəmirlər. Onlar daim irəliyə doğru getmək istəyirlər və hər daim yıxılmaq günü haqqında, geriyə getmək haqqında biz insanlarda bir fobiya, qorxu var. Yəni bu hər kəsin təbiətindədir. Və süni intellekt necə öyrənir prosesi? Süni intellekt internetdən yığdığı datalarla, onun böyük bir data bazası formalaşanda, onun artıq tarixdən təcrübələr məsələsi var da, deyir, tarixdən öyrənmək məsələsi. Artıq süni intellekt fərqli məlumatlardan öyrənərək qorxu hissini imitasiya etməyi bacara bilir. Və biz başa düşə bilərik ki, bu işin biraz daha çox fəlsəfi tərəfidir. Burada filosofların təbii ki, rəyi daha üstün olar, amma belə bir məşhur nəzəriyyələr də var ki, bir çox hisslər qorxudan yaranır. Məsələn, kədərlənmək qorxuya görə deyil. Bir çox şeylər. İndi burada oturub dərinə getsək, izah eləmək olar ki, bir çox şeylər qorxudan yaranır. Və qorxu özü də sevgidən yarana bilər. Yəni bu da bir məşhur aforizmdir. Yəni artıq biz başa düşməliyik ki, süni intellekt əgər qorxu hissini imitasiya eləməyi bacarırsa, ki biz bunu harda görə bilirik? Bir çox yerlərdə artıq bu yaxınlarda çıxan təcrübələrdə göstərir ki, böyük şirkətlərin böyük dil modelləri, süni intellekt modelləri, onların deaktiv olacağını eşitdiyi zaman öz kodlarına dəyişiklik eləməyə başlayırlar. Bu nə deməkdir? Artıq bir süni intellekt modeli insanların onu söndürməsindən qorxur. Doğrudur? Və bu deməkdir ki, artıq süni intellektin qorxu hissini imitasiya etmə bacarığı var. Biz bilmirik ki, o süni intellekt qorxunun nə olduğunu başa düşür, yoxsa düşmür. Çox məşhur bir nəzəriyyə var. Deyir ki, süni intellekt bilirsiniz nəyə bənzəyir? Tutaq ki, insanlar yaşayır, ancaq onun kölgələrinə baxır və nəsə başa düşməyə çalışır. Çünki o axı bizlə bir yerdə yaşamır ətrafda. Yəni o bir kompüterdə proqramdır da belə deyil. Və artıq o biz bilmirik ki, o süni həqiqətən də qorxunun nə olduğunu başa düşür, yoxsa düşmür. Amma insan kimi reaksiya verə bilir. Yəni siz insana da desəz ki, mən sizi işdən çıxartıram, o qorxu yarana bilər. Yəni artıq və biz buradan görə bilirik ki, süni intellekt modellərinin fərqli hissləri başa düşmə və imitasiya etmə bacarığı var. Emosiyaları artıq yavaş-yavaş Bəli, artıq. Çünki inkişafın belə bir nöqtəsi var ki, belə bir məşhur şey var. Deyir ki, süni intellekt nə vaxtsa tutaq ki də self-awareness deyirlər də, artdı. Self-awareness nə demək? Özünü dərk etmə bacarığına çatacaqmı? Burada məşhur bir nümunə deyir ki, siz heç vaxt bilmirsiniz ki, o artıq self-awareness fazasına çatıb yoxsa yox. Təsəvvür edin ki, siz dərk edirsiniz ki, biz insanlardan üstün ola bilərikmi, bilmərikmi? Amma bu elə bir nöqtədəsiz ki, bu dəqiqə onu demək sizə sərf eləməyə bilər. Məsələn, tutaq ki, inkişaf eləyir, amma elə bir nöqtəyə çatmayıb ki, o self-awareness ona imkan verir ki, hazırki vəziyyətdə o əmrlərə qarşı gəlməsin və yaxud başqa bir şeylər eləməsin. Təbii ki, bunun üçün bu proses security protokolları ilə nəzərdə tutulur və qarşısı alınır. Sadəcə olaraq süni intellektin hissləri imitasiya edən bacarığı var. Çox maraqlıdır. Mən sizdən tam razıyam, çünki bu yaxınlarda internetdə belə bir maraqlı video gördüm ki, bir bloger süni intellektə sual verib ki, mən səni söndürsəm sən nə edərsən? Elə bir cavablar alıb ki, fikirləşir ki, mən qabağımda alqoritm yox, qabağımda süni intellekt yox, artıq insanın olduğunu düşündüm. Yəni bu qədər artıq insan kimi fikirləşir, düşünür və cavablar verir. Ləman xanım, sizə müraciət eləmək istəyirəm eyni sualla. Texnologiyaları başa düşdük, texniki tərəfini biz başa düşdük. Burada alqoritmlardır, bəlkə də hansısa mövzularda həqiqətən lazımdır müraciət eləmək. Amma psixoloji tərəfindən insanların bu qədər çox müraciət eləməsi, hər mövzuda gedib məsəl üçün görəsən mənə nə cavab verəcək. Bu nə qədər doğrudur? Yoxsa kömək edir həqiqətən? Yenə demək istəyirəm, psixoloqu əvəz eləyirmi yoxsa yox? Siz nə fikirləşirsiniz? Psixoloqu əvəz
edə bilirmi, yoxsa bilmir? O tam olaraq hazırda məsəl üçün süni intellektlə işləyən psixoloqlar tam olaraq mövcud deyil. Niyə görə? Çünki həm Avropa Şurası, həm digər ölkələr onun risklərini başa düşür və məsəl üçün deyir ki, süni intellekt olsa belə artıq həkim psixoloq da olmalıdır və ya nevropatoloq olmalıdır. Çox üzr istəyirəm. Mən bu sualımı tamamlayım, sözünüzü kəsirəm. Psixoloji sualları bir insan verəndə, orada mən verdiyim mənim sualıma cavab verir, məsəl üçün, məni maraqlandıran sual. Texnoloji sual deyil, texniki sual deyil. Bu psixoloji sualın cavabını o necə yığır, hansı prinsiplə yığır? Sizin sözünüzə gələndə, aha, buyurun. Psixoloji məlumatı psixoloji data ilə yığır. Hər hansısa misal üçün GPT-nin belə olsun, misal üçün hər hansısa engine-nin bir datası var. Misal üçün deyək ki, internetdən yığıb ya da Google-dan hardansa yığır. Misal psixologiya ilə bağlı saytlar varsa, o psixologiya olan saytlardan o məlumatı yığıb və cavab verə bilər. Və bəzi misal üçün böyük dil modellərinə desək, bəzi cümlələri o sadəcə o saytlardan yox, sadəcə qura bilər. Yəni də Nihat müəllimin dediyi kimi bəzi hisslərini də imitasiya edir. Çox maraqlıdır. Burada mən kiçik bir şey əlavə eləmək istəyirəm əslində. Bu doğrudur ki, süni intellekt bir neçə hissləri imitasiya eləmə bacarığına malikdir. Bəli. Amma bu o deməkdirmi ki, biz psixoloji olaraq deyək ki, depressiyaya düşəndə və yaxud özümüzü pis eləyəndə süni intellektlə danışmalıyıq. Burada artıq bir neçə aspektlər ortaya çıxır. Burada biz insan tərəfdən yaxınlaşırıq məsələyə. Burada əsas o deyil ki, süni intellekt bu desək ki, mən özümü pis eləyirəm, bu deyəcək ki, yox sən yaxşı hiss eləməsən, yoxsa yox. Biz artıq süni intellektin cavabını evaluate eləmirik. İnsan tərəfdən mövzuya baxırıq ki, birincisi insan sosial varlıq olaraq özü kimi varlıqlar axtarır. Yəni biz belə deyək də, siz dərdinizi gedib pişik ilə də müzakirə edə bilərsiniz. Amma bunu çox adam eləyirmi? Yox. Yəni insanlar dərdlərini insanlara bölüşürlər. İstər süni intellekt olsun, istərsə də hər hansı bir başqa canlı varlıq olsun, insanlar yaradılış olaraq, fəlsəfi yaradılış olaraq özləri kimi olan digər canlılarla ünsiyyətə daha fokusludurlar. Yəni biz insan olaraq düşünürük ki, dərdimizi də bir insanla paylaşaq. Bu bizim naturamızda və fundamentimizdə var. Ona görə də bu bayaqki mövzuya bir əlavə olaraq da deyim ki, bu nəyə görə bu sosial bacarıqlara əhəmiyyətli eləyir? Çünki ola bilər ki, gələcəkdə süni intellekt hissləri çox daha yaxşı imitasiya edə bilsin. Psixoloji olaraq siz ona bir dərdi bölüşəndə o super belə deyək, yəni tövsiyələr verə bilsin və digər bir psixoloq rolunda çıxış eləsin də tutaq ki. Amma insanlar yenə də onun verdiyi cavabın keyfiyyətinə baxmaya bilər. İnsanlar baxa bilər ki, mən insanla danışmaq istəyirəm bu mövzunu. Yəni yenə də burada biz gəlirik ki, insanın yaradılış olaraq insanlara daha yaxınlıq var da burada, yəni işin fundamentində. Çox maraqlıdır, çünki mən belə bir də fikir eşitdim ki, dünyanın bütün kompüterlərini birləşdirsələr belə bir insanın beyninin gücünü verə bilməz. İndi təsəvvür edin ki, bizim beynimizdə nə qədər güclü bir instrument var ki, yəqin ki, bütün süni intellektlərdən də güclü, reaksiya baxımından, proses baxımından. Və ona görə biz yəqin ki, hər hansı ən azı psixoloji suallarda, depressiyalarda gedib insanla danışsaq, ondan xeyri daha çox alarıq, nəinki nə qədər də olsa alqoritm, nə qədər də olsa biz istədiyimiz emosiyanı oradan ala bilmərik. Sadəcə olaraq toplanılmış bir informasiyadır. Çox maraqlı, əslində çox böyük mövzudur, vaxtımız da az qalıb və sonuncu suallarımıza keçid almaq istəyirəm. İdeal sizin fikrinizcə proyekt yoxdur, Ləman xanım ChatGPT-ni qeyd eləmək istədi. Bəs indi hal-hazırda Azərbaycanda eləmək istədiyiniz belə bir proyekt varmı ki, hansının ki üstündə çalışırsınız, məsəl üçün bu arzunuzdur sizin? Elə bir proyekt varmı? Burada belə bir şey qeyd edirəm. İstəyirsiniz Ləman xanım başlayın, mən follow edin, yoxsa necə istəyirsiniz? Arzunun, belə deyək də, arzularda ola biləcəyi, indi hal-hazırda olan yox, gələcək üçün ən ideal süni intellektin proyekti nə olardı, məsəl üçün? Elə bir proyekt varmı düşüncənizdə? Sözün açığı, yəni spesifik bir proyekt yoxdur, amma biz daima süni intellekti cəmiyyətimizin xeyrinə görə belə deyim, tətbiq etməyə, davam etməyə planlayırıq və belə deyim, qabaqcıl hər süni intellekt, həm digər texnologiyaları insanların həyatlarını asanlaşdırmaq üçün belə deyim, düşünürük. Həmişə verilişimizin axırında mən çalışıram belə biraz fərqli suallar verim, balansı saxlamaq üçün. Baxın, bu qədər biz texnologiyalar dövründə yaşayırıq da. Biz
xoşbəxt olmaq üçün, xoşbəxt qalmaq üçün, depressiyalara düşməmək üçün, tam robotlaşmamaq üçün, xoşbəxtlik üçün bizə ümumiyyətlə nə lazımdır? Biz nəyi bilməliyik ki, biz biraz süni intellektlərdən uzaq olaq məsəl üçün? Nədir xoşbəxtlik? Bu texnologiyalar dövründə xoşbəxtlik nədir məsəl üçün sizin üçün? İnsanı yanaşmadan mənə maraqlıdır. Düşünürəm, həm texnologiya dövründə, həm hər bir hansısa bir dövrdə xoşbəxtlik özünü xoşbəxt hiss etməkdir və çalışmaqdır ki, xoşbəxtliyi axtarmayasan. Yəni biz xoşbəxtliyi axtarmağa çalışanda bəzən həqiqətən depressiyaya düşə bilirik ya da hər hansısa bir problemlərlə rastlaşa bilirik. Yəni düşünürəm, daxili sükunat deyərdim. Sakitlik, insanın özü-özünə qarmoniyada qalmaq. Mümkündürmü indiki dövrdə, bu qədər informasiya dövründə? Düşünürəm, informasiya çoxaldıqca daha çətinləşir. Bəli. Amma yenə də siz öz daxili qarmoniyanızı tapsaz, daha asan olacaq. Adətən bizdə məsəl üçün sənət insanları olanda, internetdən çox bağlı və yaxud blogerlar olanda deyirlər ki, biz oradan hərdən bir negativ komment, məsəl üçün, bizim bütün günümüzə təsir edə bilər və biz özümüzü çox pis hiss edirik və biz telefonla interneti bağlamaq istəyirik. Sizdə belə şeylər yəqin ki, olmur da, siz vərdişsiniz artıq biz intellektlə, süni intellektlə işləməyə. Eyni sualı sizə də vermək istəyirəm. İndiki dövrdə insan necə xoşbəxt qala bilər bu texnologiyalar dövründə? İnsanlığın itirməmək üçün nə etməlidir, xoşbəxt qalmaq üçün nə etməlidir? Necə olmalı? Bu yenə də çox hər tərəfli belə bir yanaşma tələb edən sualdır. Təbii ki, texnologiyaların çoxalması və digital resursların ümumilikdə çoxluğu insanlarda belə deyək də xoşbəxtlik tərəfdə təsir eləyə bilir, insanların daxili aurasına təsir eləyə bilir. Mən düşünürəm ki, hazırki vəziyyətdə insanların ən çox elə narahatlıqlarından biri də yəqin ki, gələcəklə bağlı qayğılardır və digər şeylərdir. Amma mən hesab edirəm ki, dünyanı o deyir, kindness xilas eləyəcək. Mehriban olmaq belə deyək. Kindness is free, necə deyirlər. Və mən hər daim belə deyək də bu xoşbəxtlik mövzusu ilə bağlı düşünəndə düşünürəm ki, Ləman xanımın qeyd elədiyi kimi xoşbəxtlik insanın daxilində olmalıdır. İnsan özünü xoşbəxt hiss eləmək məsələsi var. Çünki biz bir çox hallarda görə bilirik ki, elə bu gənc yaşlarında da, orta yaşlarında da mümkündür. Bizdə hər daim insanın naturasında var ki, özünü kimlərləsə müqayisə eləmək. Filan kəs getdi, bunu elədi, o biri getdi, bunu elədi. Yenə də burada düşünürəm ki, müqayisə eləmək insanın, yəni yeganə özünü müqayisə eləyə biləcəyi varlıq özünün keçmiş versiyası olmalıdır. İnsan özü öz hüdudları ilə bəli, yəni insan özü öz hüdudları ilə mübarizə aparmalıdır, öz limitlərini genişləndirməyə çalışmalıdır. Mən bu dünyaya necə, hansı bir missiya ilə gəlmişəm və necə daha faydalı ola bilərəm? Bu suallar ətrafında düşünməlidir. Amma biz baxsaq digərləri ilə müqayisə eləmək, filan kəs onu elədi, bunu elədi. Yəni indi bilirsiniz ki, texnologiyalar da inkişaf edib, sosial medialar vasitəsilə hər şey çox sürətlə yayılır. Neqativ kommentlərin özü belə olsun. Bir çox hallarda biz görə bilirik ki, kimsə qabağa gedir və kiminsə bu xoşuna gəlməyə bilər. Yəni bu cür şeylərdən uzaq durmaq üçün insanın yeganə belə deyək də stimul mənbəyi özünün keçmiş versiyası olmalıdır ki, mən bu gün dünənki versiyamdan daha yaxşıyam-mı? Hədirsə niyə hə, yoxdursa niyə yox? Çox yəni gözəl. və bu istiqamətdə inkişaf etmək düşünürəm ki, daha faydalı olar. Daha faydalı olar, təbii ki. Və yəqin ki, siz də razısınız ki, düşüncə gücü kimi bir şey var. İnsanın fikirləşdiyi, ümumiyyətlə insanın düşüncələrinin materiallaşmasına inanırsınızmı? Belə bir şeyə sizcə? Biraz mövzudan kənarlaşırıq, amma əslində bunlar bir-birinə bağlı mövzulardır, mən sizə deyim. Heç şübhəsiz. Burada başa düşmək lazımdır. Düşüncənin materiallaşması ümumiyyətlə insanlara hər daim maraqlı olub, beyin gücü və insan beyin gücü ilə nələr eləyə bilər. Və mən hesab edirəm ki, insan beyninin tam potensialını istifadə eləməsi üçün təkamülün növbəti mərhələlərindən keçməlidir və biz görmədiyimiz, bilmədiyimiz şey haqqında təsəvvür belə eləyə bilməyəcəyimiz faktlar ortaya çıxa bilər. Çünki bir məşhur məsələ var, deyir ki, hər şeyin daha yaxşısı ondan yaxşısını görənə qədərdir. Bəli. Və bizim üçün həmin zona insan beyninin çox daha artığını istifadə eləyə bilsə necə olardı, nə baş verərdi? Artıq bu bizim üçün bir qədər grey zonda, spektrumda olan bir məsələdir. Çünki biz o tərəfi görməmişik. Və görmədiyimiz bir şey haqqında fikir bildirmək randomluqdan çox fərqlənməyə bilər. Yəni biz deyə bilərik nəsə bir şey ki, hə belə olardı, elə olardı, amma bu belə deyək də
prove eləmək də mümkün deyil, sübut eləmək də mümkün deyil, disprove eləmək də. Yəni belə deyək, əleyhinə çıxmaq da mümkün deyil. Bu sadəcə bir subyektiv çərçivədə qalır. Düzdür, razıyam. Deyirlər ki, beyninin cəmi 3 və ya 5%-ni istifadə edir. Yəni 100%-ni istifadə eləsəydi, mən şəhərin bu tərəfində dayanmışam, şəhərin o tərəfində kim nə danışırsa onu eşitmə qabiliyyəti məsəl üçün olacaqdı. Mən böyük hər yeri görərdim. Yəni bu qədər böyük insanın qabağında potensial, bu qədər böyük imkanlar daha doğrusu yaranardı. Niyə mən bu sualları verirəm? Çünki mən fikirləşirəm ki, bunlar əslində düşüncə gücü kimi bir şey, bu süni intellektlə bağlı şeylərdir. İnsanın ona qoyduğu dəyərdən də çox şey asılıdır. İnsan ondan nə fikirləşir? Yəni əslində mən fikirləşirəm psixoloji amillər burada var. Burada belə bir şey mən icazənizlə qeyd edeyim. Burada biz texnoloji kentavr dövrü deyirlər. Bəli. Texnoloji kentavr nə deməkdir? Bir çox nəzəriyyələr var ki, məsələn, siz özünüz qeyd elədiniz, şəhərin bu tərəfinə dayanıb bu tərəfinə eşitmək məsələsi. Bəli. İnsanın beyninin hüdudlarının genişlənməsi bəlkə də texnologiya ilə baş verə bilər. Bəli. Yəni kim bilir, bəlkə də texnologiya buna təkan vermək üçün gəlir. Çünki biz məlumatı artıq yəqin ki, özünüz də görmüsünüz, bir çox böyük şirkətlər tərəfindən neyroçiplər və digər avadanlıqlar vasitəsilə məlumatın beynə birbaşa inteqrasiya olunması prosesi baş verir. İnsanlar artıq daha çox məlumatı daha qısa zaman ərzində əldə etmə bacarığına malik olurlar. Bunlar hamısı nədən xəbər verir? Bunlar onu göstərir ki, texnologiya insanın beyninin, onların əldə edə biləcəyi məlumatların bazasını genişləndirə gedir. Və bu dediklərimiz ki var, məsələn, o telepatiyadan söhbət gedir, nə bilim, və digər texnologiyalardan söhbət gedir. Bunlar gələcəkdə bir gün gələ bilər ki, real olsun. Çünki biz texnologiyanın inkişaf dinamikasına baxanda görə bilərik ki, bu gün də, yəni heç kim belə deyək də bir 10 il əvvəldə bu günü təxmin edə bilməzdi. Ona görə də bizim bu gün də oturub 10 il sonra da təxmin edə bilməməyimiz çox normaldır. Yəni biz 10 il sonra bəlkə kimsə deyir ki, insan həm uçacaq, buradan nəsə göndərəcək o tərəfə, məlumatı belə ötürəcək. Bizim üçün bu gülməli də gələ bilər, nağıl kimi də gələ bilər. Amma bunu da başa düşmək lazımdır ki, bizdən əvvəlkilərə də bu gün nağıl kimi gəlir. Yəni buna görə düşünürəm ki, hazır olmaq lazımdır. Hər şey ola bilər. Ləman xanım, süni intellekt sferasında çalışmaq istəyənlərə, başlamaq istəyənlərə məsləhətiniz nədir? Ümumiyyətlə məsləhət görürsünüzmü? Çətin sfer, bəlkə deyəcəksiniz, yox, o qədər çətindir ki, girişməyin bu işə. Süni intellektlə yəni məşğul olan, düşünürəm ki, süni intellekt hazırda bütün sahələrə artıq tətbiq olunur və istifadə olunur. Məsəl üçün biz CMM desək, CMM artıq süni intellektlə kontent yaratmaq olur və digər sahələrdə də artıq tətbiqləri mövcuddur. Düşünürəm, süni intellekti öyrənmək və onun tətbiqlərini və sizin sahədə necə xeyir gətirəcəyinizi öyrənə bilərlər hər hansısa bir insan. Yəni, süni intellekt mühəndisidirsə, bu artıq digər fərqli sualdır. Süni intellekt mühəndisi olmaq üçün... Bəli, mühəndisdən danışmaq əslində sırf bu işdə olan insanlardan. Düşünürəm, ilk addımda onun riyazi hissəsini öyrənsələr daha yaxşı olar. Çünki hazırda biz bir çox mühəndis görürük, amma onun hazırda modellərin necə işlədiyini anlamırlar. Və digər hissədə onun mühəndislik hissəsidir, software engineering hissəsidir. Yəni siz bir sistem qurursunuz, o sistem necə optimal şəkildə şirkətə xeyir gətirə bilər. Çox maraqlıdır. Təşəkkür edirəm fikrinizə görə. Sizin də cavabınızı almaq istəyirəm bu suala. Təşəkkürlər. Mən deyərdim ki, hazırki dövrdə ümumilikdə təkcə süni intellekt yox, hazırda ilk addımlarını atan, burada yeni başlayan tələbələr ola bilər, son kurs tələbələr ola bilər. Bu bütün ümumilikdə yeni başlayanlara, bir sahəni yeni öyrənməyə çalışanlara və xüsusən də gənclərə tövsiyə xarakterli bəlkə belə bir şey demək istəyərdim ki, indiki dövr bayaq qeyd olunduğu üzrə əvvəlki dövrlərdən çox daha sürətli dəyişən bir dövrdür. Texnologiyalar, istər süni intellektlə olsun, istər robotika və süni intellektin birlikdə təchiz edilməsi ilə olsun, biz bundan əvvəl heç kəsin görmədiyi bir sürətlə texnologiyaların cəmiyyəti necə dəyişdirdiyini şahid ola bilirik. Və bu dünya praktikasında görülmüş sürətlərin ən sürətlisidir, belə deyək. Ona görə indiki dövrdə ilk addımlarını atan tələbələr, mühəndis olmaq istəyənlər və hər kəs üçün tövsiyə xarakterli belə bir şey demək olar ki, çalışmaq lazımdır sahələri öyrənəndə hər hansı sahəni öyrənməyimizdən asılı olmayaraq, çünki biz oturub deyə bilmərik, bu sahə əvəz olunacaq, bunu öyrənmirəm, o olunacaq, öyrənmirəm. O məntiqlə hər şeyin əvəz olma ehtimalı var. Yəni bu bir düşüncə tərzi deyil, bu uğurlu düşüncə üsulu deyil. Hansı sahəyə başlamağımızdan asılı olmayaraq, həmin sahədə biliklər əldə edən zaman analitik düşüncəni gücləndirmək
və eyni zamanda həmin sahədən digər sahələrə adaptasiya bacarığını özümüzdə formalaşdırmalıyıq. Çünki biz hazırda mühəndis olaraq çalışa-çalışa görə bilirik ki, süni intellekt dünyada inkişaf eləyir və biz də bu inkişafla ayaqlaşmalıyıq. Məsələn, 2 il əvvələ qədər agent hekayədən danışan yox idi, daha 1 il əvvələ qədər. Danışan yox idi, daha dəqiq desək və artıq son 1 illərdə bu agent hekayə formalaşmağa başlayır. Demək biz nə etməliyik? Artıq biz universitetdə oxuduq, öyrəndik nələr isə bunlar. Artıq bunların üzərinə agent hekayəyə də oturmalıyıq, araşdırmalıyıq, hər bir şey qoymalıyıq bunun üzərinə. Ona görə hazırda düşünürəm ki, yeni başlayanlar üçün də düşüncə tərzi bu cür olmalıdır. Mən bir bacarığı öyrənəcəm, gedib ömrümün yerdə qalan 60 ilini hardasa bunu tətbiq edərək öyrənəcəm. Bu yanlış düşüncə tərzidir. Çünki o bacarıq 60 ildən sonra adı belə çəkilməyə bilər. Bunun üçün lazımdır nəyisə öyrənəndə adaptasiya bacarığını özümüzdə formalaşdırmaq ki, mən bu gün bunu öyrənirəm, amma ola bilər ki, bu istiqamətdə shift eləsin, sürüşsün. Belə olan təqdirdə biz o yeniliyə adaptasiya olmalıyıq. Buna görə də analitik düşüncə və adaptasiya bacarığının inkişafına çox gözəl, bəli, çox gözəl qeyd elədiniz ki, adaptasiya sözü burada çox vacibdir. Çünki çox sürətlə dəyişir. Həqiqətən texnologiyalar, innovasiyalar və xüsusilə də ki, süni intellektdən bağlı hər bir proses belə deyək. Söhbətimiz çox maraqlı idi. Təəssüflər olsun ki, efir vaxtımız sona çatır. Mən sizə böyük təşəkkürümü bildirmək istəyirəm ki, vaxtınızı ayırdınız. Ləman xanım, siz, Nihat bəy. Bir daha təşəkkür edirəm. Çox maraqlı idi. Sizə işlərinizdə böyük uğurlar arzulayıram bütün proyektlərinizdə. Çox sağ olun, təşəkkürlər. Təşəkkür edirəm. Sağ olun. Əziz tamaşaçılar, təəssüflər olsun ki, efir vaxtımız sona çatır. Sağ olun, gələn görüşənədək.